Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi qızlar. Bugünkü vloqum təmizlikdir. Bu balaca evimizdə bu gün bizdə ümumiyyətlə adətdir bayram təmizliyi deyirik. Yəni yaz təmizliyi, bayram təmizliyi deyirik. Bayramdan qabaq belə bütün dib köşə təmizlik edirik. Bu gün də bu balaca evimizdə təmizlik etdim. Təmizlik edərkən də qısa da olsa hərəsindən biraz çəkiliş edib video paylaşım elədim. Uşaqların otağından birinci başladım. Bütün yataq dəstlərini, yorğanı, döşək, hər birisini çıxartdım otaqdan, xalçasını çıxartdım və hər birisini təmizlədim. Burada oğluma döşək də atıram. Özü istəyir atıram, amma qızım istəmir döşək olsun, yəni yatacağının üzərində. Ona görə ona sərmirəm döşək, amma oğlumun içində döşək də var, onu da götürdüm. Həyətə qoydum ki, havalansın. Axırda da qəşəngcə çırpışdırım, gətirim, sərim.
Və belə qızlar təmizlədim, bitirdim. Əslində elə bir şey yox idi otaqda, amma yenə də xalçanın falan altını təmizləmiş oldum, tozunu falan sildim, çarpayları çəkdim. Hər tərəfi əlimlə sildim, təmiz olsun. Belə təmizliklərdə əlimlə silirəm. Belə çox vaxt da əlimlə silirəm. Təsadüfən belə pol taxtası ilə belə deyim də silirəm, amma çox vaxt olur ki, əlimlə də silirəm. Əllə sildikdə mənə elə gəlir ki, daha təmiz olur, yəni ürəyimə yatır sildiyim. Evlər təmiz qalır. Belə qızlar pəncərəni sildim, pərdələr çıxdı, yuyuldu. Matras döşəkləri çırpışdırıb qəşəngcə sildim. Şkafların, paltar şkaflarının içərisini bütünlüklə təmizlədim. Qızımın yazı masasında yəni işlətdiyi kitab dəftərinin hər birisini təmizlədim. Və pərdələr də yuyulan kimi günlüyünü, altını yəni günlüyünü astım ipəki havalansın, sonra ütüləyim yerinə astıq. Amma tülünü isə elə yuyulan kimi astıq yerinə. Burada qızım kömək etdi pərdəni də salmağa. Ayağımı biraz əzmişdim qızlar, onun üçün çıxa bilmirdim. Məcbur qızımı çıxartmışdım, yanında da durmuşdum ki, ehtiyatla pərdələri də assın. Belə qızlar təmizliyimi bitirdim və oldu otaq tərtəmiz. İnşallah o bir otaqlarda bir hava yaxşı olduqca təmizləyim. Belə qızlar təmizliyimi bitirdim. Sonra kurabiyələr hazırladım. Bu arada iftara qaynımgil də gəlmişdi. Ana ilə birlikdə plov hazırladıq. Biraz da aşqara hazırladıq. Firni də hazırladım. Qızlar firnin resepti kanalımda var. Hər orucluqda mən firni hazırlayıram. İlk başda oruc açılır, firni yeyilir. Sonra namaz qılınıb, çörəklər yeyilir, yeməklər yəni yeyilir. Belə firinin kanalımda ətraflı resepti var dediyim kimi. Kurabiyənin də ətraflı kanalımda resepti var. İstəyən daxil olub baxa bilər. Belə qızlar, artıq orucların açılan vaxtıdır. Allah bütün tutulan orucları, edilən duaları qəbul etsin inşallah. Firini də hazırladım və oruclar açılıb, yeməklər yeyildi. Videonu burada sonlandırdım. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sizin dəstəyiniz mənim kanalım üçün yəni böyük əhəmiyyət daşıyır. Bunun üçün öncədən hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.